Ya Allah, hər vaxtınız xeyir olsun, əziz xalqımız, əziz millətimiz. Allah sizlərə bərəkət versin, əziz dostlar. Bugün sizə Biləcəri qəsəbəsində tam paket kutusalı 2 mərtəbəli evimizin inşallah təqdimatındayıq. Buyurun, sağ olun, qardaşım. Əziz dostlar, evimiz ümumən sot yarımda inşa olunub. Sot yarımda inşa olunub. Bax, gördüğünüz bu gözəl bir, yaraşıqlı bir 2 mərtəbədir. İkinci mərtəbədə balkonu da var. Deməli dostlar, evimizin torpağında çıxarışı var. Evində kutusası var, əziz dostlar, paket kutusadır. Ümumən sot yarımdadır. O izah ilə bəri başdan 130 kvadratdır çıxarışda ümumən. 131 kvadratdır, nəysə indi 1 kvadratını söyləyəcəm. 130 kvadratdır evimiz, alt üst. Kupsada, əziz dostlar, kürsüsüz 2 mərtəbədir. Yəni birinci mərtəbənin kürsüsü yoxdur. Tam istipolda aşağı. Evdə 2 mətbəx, 2 sanitar qovşağı, hamam sanitar qovşağı və 5 otaq var. 5 otaq. Deməli, bir qonaq otağı, 4 yataq otağı, əziz dostlar. Buyurun, təqdim edək içərdən sizə. Buradan hamam. Sonra görsək buranı, bu aşağıda hamam sanitar qovşağıdır. Bəzi dostlar gördüğünüz kimi bu əlavə hamam sanatörlü, anahtarı yatağı. Maşallah böyüdür. Buranı da görsək, sonra. Buranı, bu mətbəx altara gəlir. Gəlin, buranı da görsək. Burada bir dənə hamam sanitar qovşağı var. Geniş hamam sanatörü var. Gördüğünüz kimi. Burada ışıqlar kimsəndir ki? Karışlandır bu ışıqları. Nə varsa yandıramır, sönlü şey qoymadı var. Əziz dostlar, burada da 4x4 yarıma bir yataq otağıdır. Bura aşağı mərtəbədir. Aşağı mərtəbədir, onu da görsək bir dənə. Burada da bir dənə. Burada belə bir yer var, əlavə. Yəni burada kartof yığılıb, normal ölçüdür yəni. Normal ölçüdür, yataq dəsti, tam rahat şəkildə yerləşib. Gəl mətbəxə duraq, mən sevir, ora, yox, mətbəxə görəcək. Aşağı. Əziz dostlar, burada isə 7-nin 4-ə, tam 28 kvadrat. Baxın, belə bir gözəl mətbəx var, işıqlı, ürək açan. Burada tam rahatçılıqdır, əziz dostlar. Göstər televizorda. Tam rahat şəkildə əyləşməyə, istirahət eləməyə gözəl bir məkandır bura doğrudan da. Kifayət qədər genişdir, əziz dostlar. Mətbəxdir var birinci mərtəbədə. Qalxırıq ikinci mərtəbəyə. Burada da belə bir yataq otağımız var. Aşağının eynisidir burada. Eynisidir. Normal ölçüləri. Beləsi 4 metrdir. Beləsi təxminən yox, rahat 5 metr var beləsi. Beləsi 5 metr var. Burada da yenə görsək. 4 yarımın 4-ə. 4 yarımın 4-ə. Hündürlüyü də kifayət qədərdir. Baxın, əziz dostlar. Bir qonaq otağı da buradadır. Burada 6 yarımın 4-dədir. 6 yarımın 4-dədir. Baxın, maşallah, çox zövqlə təmir olunmuş. Qəşəng səliqəli bir qonaq otağı da, əziz dostlar. Burada yenə gözəl, işıqlı, ürək açan. Maşallah, bu evin ümumiyyətlə mətbəxlərinə vuruldım da, mətbəxlər əladır. Ürəkli də həqiqətən də işıqlı üzr istəyirəm, adam ürəyə açılır. Buradan da, əziz dostlar, balkona çıxış var. Gəl göstər, O birisi otaqdan da var idi. bəli, qonaq otağından da var bura çıxış. Bura balkondur, qəşəng işıqlı balkondur. Gördüyünüz kimi qonaq otağından da bəli, bura çıxış var. Giriş çıxış var. Bəli. Gelin həyat hissəsində yuxarıdan göstərim sizə. Burada ikinci mərtəbənin mətbəxidir. Mətbəx. Yüz 131.7. yox, qiyməti nə demişdir, qardaş? 180 min. Əziz dostlar, evimizin qiyməti 180 min manat təyin olunub, paket kutusası var. Yəni torpağın da evin də, əziz dostlar, kutusası var. Sot yanında inşa olunub, Biləcəri qəsəbəsindədir, Məlik Aslanov küçəsi, döngə, 3-dür buranın əsas küçəsi. İndi təzə küçələrə adlar qoyublar, indi təzə adlarını bilmirəm, amma Məlik Aslanov döngə 3-dür bura, əziz dostlar. Burada qeydiyyatda, yəni bu cür yazılır. Qiymət 180 min manat təyin olunub. Yəni də qeyd edirəm, evimiz 2 mətbəx, 2 hamam sanitar qovşağı, 1 qonaq otağı və 4 yataq otağından ibarətdir. Ümumən 5 otaq gedir. Real alıcıya inşallah ki, real alıcıya ev sahibi tərəfindən endirim olunacaq. İndi aşağı yuxarı mütləq ki, alver olacaq Allahın köməyinə. Allah xeyir versin, alana da, satana da, əziyyət kəsən hər bir kəsə də.
Buyurun, zəng edin, gələk sizə yaxından göstərək, özünüz də yaxından tanışın inşallah. Əziz dostlar, hər birinizdən xahiş edirik səhifəmizi bəyənib, videolarımızda rəy yazmağı unutmayın ki, növbəti satışa çıxan evlərimizdən sizin də xəbəriniz olsun, sizin də satışda əmlakınız varsa. Bizimlə əlaqə saxlayın, gələk, çəkək, paylaşaq və satılmasında köməklik göstərək. Allah evi olmayanlara ev qismət eləsin inşallah.